Bu günlər varlığını belə unutduğum karqom gəldi. Yəni heç gözləmirdim bu günlər gəlsin. Neyse, bugün bunu atacaq bir yerdə. Yəni bu da heç bilmirəm də ki, nə almışam. Yəni bir ay azada gəldi. Bir ay yox. Desənə bir aya falan gəldi. Bunu qoyun bura hələlik. Qalsın burada. Yəni həqiqətən varlığını unutmuşdum da ki. Nədir o? Bunu hələlik bağlayım. Qolumu falan qoyum da ya. Yəni indi mən bununla, yəni bu dəqiqə sizlə bir yerdə baxacağam da ki, nə almışam. Yəni ki, mənim yadımdan çıxmışdı. Deməli, oyda 3 sənə bundan gəlib. Bundan bir dənə desə vurmuşduq. Niyə 3 sənə gəlib ki? 3 sənə bundan gəlib. Qoyun bura. Bu arada bunu anam üçün vurmuşdum. Və sonra fikirlə elə bildim ki, bir dənə vurulub. Sonra fişləşmiş, pis olmuşdum ki, mənim işte yavaş-yavaş qopurdu. Amma yaxşı oldu. Və göstərim. Sonra belə bir şey var. Üzük. Bunda deyəsə, üzüydü bu. Üzüydü bu. Sırqa. Hə. Üzüydü bu. Buna deyəsə bacım özünə vurub. Bura qoyum. Sonra belə bir naşnik var. Baxın nədən. Belə bir naşnikdir. Üstünə çıkıyorum, kanəti götürməyəcəm. Sonra belə bir naşnik var. Məndə bu naşnikdən də var, amma bunun səhrai rəngi də. Bu naşniklərdən var. Bu naşnikdən də var. Bundan da vurdum özümə. Çünki o birisi zartqaldı. Zartqalı da ki, yəni zartqası qutarırdı. Baxın buna. Gözləmirdim, heç bunu yadımdan çıxmışdı bu. Oyda. Bacımda var idi, böyük bacımda var idi bundan, amma burada deyil deyə. Burada olsaydı götürərdim onu. Prosta burada deyil, xaricdədir. Nəysə də belə bir şey. Belə bir şeydir. Ən çox buna sevindim, deyəsən. Gəlməyinə. Sonra bu qalsın axıra. Sonra belə bir şey var. Mənim ən sevdiyim rəng mavidir. Əslində mənim ən sevdiyim rəng yoxdur. Nəsə belə bir dırnaq var. Bundan var. Sonra bunu yapışdırmaq üçün bunlardan var. Çox gəlib. Yazılana görə desən su zat keçirtmirdi. Elə yazılmışdı. Sonra bunlardan var. Sonra bunu da deyəsən bacım özünə vurub. Belə bir şey. Neyse bunu atmayayım. Sonra yəni yazsın. Sonra bundan var. Bu nədir? Həqiqi bu mən də bilmirəm. Yo, deyəsən bildim nədir. Tripod. Varlığı yadımdan çıxmış. Ayda bu nə deyək? Varlığı yadımdan çıxmış deyə bunun. Bu olacaq mənim telefonum. Olar da yaq. Bu da təkcə video falan üçün yox. Məsələn, gəzməyə, yerə falan gedəndə özüm üçün də video çəkirəm, onun üçün. Bu arada telefonu bilirsiniz necə tutuzdurmuşam. Baxın,
Qoyun göstərim sizə. Baxın. Lövhəyə tutuzdurmuşam. Bir də bundan var arxasında. Ən çox istədiyim, nəsə bunu tutulayım o tərəfə. Ən çox istədiyim bunu gözləyirdim də, yəni. Necət. Mikrofondur bu arada. Başda bilməm. Aça bilmirəm. Pis gəldi bu. Bir də belə bir şey var. Bu bilmirəm nədir. Bu deyəsən səsi aşağıya eləyir. Burada kullanım kılavuzu falan. Kitay dilində yazıları. Resmen bunu qoşun, baxım görüm işləyir. Bu da ki səsim belə çıxır. Bunu qoşandan sonra bax görək səsim necə çıxır. Belə taxtım gəldim, bilmirəm bu dəqiqə səsim necə çıxır. Səsim necə eşidirsiniz. Bilmirəm necə işləyir. Belə şey yandı burada. Adı nədir? Yaşıl ışıq yandı. Bir də belə bir şey var üstündə. 2 dənə çıxdı. Çünki mən 2 dənə mikrofon bulmuşdum. Neyse videonu saxlayım görüm. İşləyirmi, işləmir. Belə daha geçər görsənir bu. Xoşuma gəldi bu ağ tük. Bu arada bunu çıxardanda burası belə görsənir. Böyük ehtimal ora çox səs gəlir. Yəni videomu bayaqlar dayandırdım. Çəkdiyim videoya baxdım. Belə hər səs düşüb, qarma qarışıq bir şey düşüb. Yəqin əlimdə çox oynadıram deyə ona görə yəqin. Bir də koftaya falan taxanda səsi gəlir. Burasına sürtünür, onun səsi gəlir. Skamda təzə almışam. Sumqayıtdan 50 sentəydi deyəsən. Beşər koftada. Sivdəşlər falan dedilər ki, Sevda futbola gəlmişsən. Dərsə getdim, dərsdəkilər, uşaqlar dedilər ki, Sevda futbola gəlmişsən. Bir dənə müəllimə var idi. Sududan gəlmişdi də, əvəz eləyirdi riyaziyyat müəlliməsini. O da riyaziyyat müəllimi idi orada. Sududa. Bizim riyaziyyat müəllimimizi əvəz eləyirdi də. Dedi ki, futbol baxırsan. Dedim, yox, baxmıram. Dedi, bəs tutduğun hansı takım zadı var? Dedim, yox, heç birini tutub eləmirəm. Dedi ki, necə bəs şey geymişsən, futbol koftası geymişsən? Bunu kolleci geymişdim, çünki dərsə geymişdim. Mən də dedim ki, nə bilim, xoşuma gəldi aldım da, yəni rəngi falan xoşuma gəldi aldım. Yəni həqiqətən rəngi falan xoşuma gəldi, sarı falan xoşuma gəldi deyə aldım. Neyse dostlar, videomuz bura qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.